Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mən Nərgiz Məmmədova. Bugün sizinlə DİM test toplusundan 2025-ci ilə qəbul olan əlavə testlərə baxacağıq. Mövzumuz düzxətli bərabər təcillə hərəkətdir və biz bundan öncəki video dərsimizdə düzxətli bərabər sürətli üçün 2025-ci il DİM test toplusuna düşən əlavə testləri yazmışdıq. Onlara ətraflı olaraq baxmışdıq. İndi isə biz düzxətli bərabər təcillə hərəkət üçün DİM 2025-ə düşən əlavə testlərə baxacağıq. Yəni, ümumilikdə testlərin hamısının izahı başqa bir videomda var. Mənim YouTube kanalımdan tapa bilərsiniz. Amma biz burada yalnız əlavə düşən testlərdən danışacağıq. Məsəl üçün 120-yə baxırıq. 120-də deyir ki, cismin sürətinin proyeksiyasının zamanın asılılıq qrafikinə əsasən 5-ci saniyədə sürətinin, yəni Vx-in proyeksiyasını metr/saniyə ilə hesablayın. Baxırıq ki, bu hissəni bizə verib 45 dərəcə və bilirik ki, qarşı tərəfə köçürsək, katetin, bunu bir üçbucaq olaraq baxsaq, qarşıdakı katet bizə nə verəcək? Əgər burası son, burada başlanğıc sürət olsa, V çıxılsın V0, yəni delta V-ni verəcək bizə. Bəs aşağını köçürsək katetə nə olacaq? Burada bizə T-ni verir, yəni 5 saniyəni verir. Tangens alfa baxırıq, görürük ki, qarşıdakı katetin bitişik katetə olan nisbəti bizə nəyi verəcək? Tangens alfanı verəcək və tangens alfa bərabərdir delta V bölünsün T-yə bərabərdir. Delta V-imiz və delta T-miz, daha doğrusu T-miz bizə verilib. Əgər biz tangens alfanı tapsaq, tangens alfamız bizə delta V bölünsün T, bizə A-nı verəcək. Çünki A təcil sürət dəyişməsinin zamana olan nisbətidir. Və tangens alfanın sinus və kosinusun nisbəti olaraq baxsaq, kök altında ikisi də 2 bölünsün, kök altında 2 bölünsün 2-yə bərabərdir deyə bir-birlərinə nisbəti, yəni tangens alfa 45 dərəcə olarsa, o zaman tangensimiz bərabər olacaq 1-ə. Və bizim tapdığımız bu 1, bizim tapdığımız təcil deməkdir. Avtomatik bizə buradan aydın olur ki, təcilimiz bərabərdir 1-ə. Biz təcili tapdıq. Bizdən isə son olaraq soruşur ki, V-nin proyeksiyasını tapın. Yəni, Vx-imiz nəyə bərabərdir? V0 üstə gəlinsin AT-yə. V0-ımız baxırıq ki, 10-dan başlayıb. Qrafikimiz 10 metr/saniyədən başlayıb. Üstə gəlinsin A-mızı tapdıq ki, 1. 5 bizə verilən saniyədir. Yəni, testdə 5-ci saniyə üçün proyeksiyanı hesablamağı soruşur. Toplayırıq, 10 üstə gəlinsin 10. Üstə gəlsin 5 bərabər eləyəcək 15 metr/saniyə. Yəni cavabımız olur Y variantı. Metr/saniyə ilə də hesabladıq. 121-ə baxırıq. Deyir ki, cismin sürətinin proyeksiyasının zamanın asılılıq qrafikinə əsasən onun 5-ci saniyədə sürətini tapın. Yenə də eyni formada hesablayacaq. Gəlin buranı silək. Yazırıq. Burada cavabı qeyd edək ki, qalsın. Baxırıq ki, bizə burada qarşı katet və həmçinin də bitişik katet buranı nəzərə alsaq verilib. Yəni, A-mız biz rahat tapa bilirik. Təcilimiz nəyə bərabərdir? Delta V bölünsün T-yə. O da bərabərdir. V çıxılsın V0 bölünsün T. V-miz neçədir? Son 20 çıxılsın. Başlanğıc neçədir? 60. Əgər qrafikimiz bizim buradan başlayıbsa, ona görə də biz başlanğıcı, yəni başlanğıc sürəti 60 götürəcək. 20 çıxılsın 60 bölünsün. T-miz neçədir? T-miz də 10-dur. Bərabərdir. -40 bölünsün 4 eləyəcək 4 metr/saniyə kvadratı. Biz nəyi tapdıq? Biz təcili tapdıq. İndi isə bizdən V-ni soruşur. V-nin tənliyini yazacağıq ki, V0 üstə gəlinsin AT-yə. V0 başlanğıc 60-dan başlayıb, üstə gəlinsin olmayacaq, çıx olacaq. Nəyə görə? Çünki təcilimiz mənfidir. Yazıram, çıxılsın, 4 vurulsun. T'miz neçədir? Bizdən 5-ci saniyə üçün soruşur. Yazırıq 5.
bərabərdir 60 çıxılsın 20 bərabərdir 40 metr böl saniyə. Cavab olur B variantı. Növbəti əlavə olunan test tapşırığımız 125-dir. 125-ə baxırıq. Deyir ki, bunun oxşarı var, amma orada yarısından söhbət gedir. Yəni uzunluğun yarısında olan sürəti soruşur. Bu dəfə isə fərqli olaraq 4də birində, yəni onu qət etdiyi sürəti soruşacaq. Deyir ki, güllə, yəni bir dənə tapanca çəkək burada. Belə bir şey olsun. Məsəl üçün. Aha. Deyir ki, bunun uzunluğu S-dir. Və 280 metr böl saniyə ilə güllə tapancadan çıxır. Deyir, güllənin uzunluğunun 4də birində qət etdiyi, yəni 4də biri nə qədərdir? Biz S kimi götürsək, tam uzunluğu 4də biri haradasa gəlib, buralara düşəcək. Burada S böl 4. Yəni, bu məsafənin sürətini tapmalı. Yəni, orada sürətini tapmağı bizdən soruşur. Biz bildik ki, bizə nələr verilib? S verilib. Sonra hərəkət bərabər təcillidir. Demək, A-dan söhbət gedəcək. Sonra sürət verib, V-dən söhbət gedəcək. Bunlara aid olan biz düsturları tapmalıyıq. Sadəcə mütləq diqqətə almalı olduğumuz odur ki, əgər güllə müəyyən bir, yəni məsəl üçün də tapancadan ilə burada tapancadan söhbət, tapancadan çıxırsa, onun başlanğıc sürəti yoxdur. Yəni V0-ımız 0-a bərabərdir. Onda bizim bu düsturları, bunları görəndə hansı düstur ağlımıza gələcək? İlk növbədə gələcək ki, S bərabərdir V kvadrat üstəgəl V0 kvadrat bölünsün 2A. Gəlin baxaq. V0-ımız dedik yoxdur, ona görə 0 götürürük və düsturumuz bu şəkildə qalacaq. Onda V'miz nəyə bərabərdir? Kök altında 2A S-ə. Və bizə sürətin 280 olduğu, yəni yekun sürətin 280 olduğu verilib. Yəni buradakı V, kök altda 2AS bizə 280 verilib. Biz isə 4də 1 üçün, yəni S böl 4 üçün olan sürəti tapmalıyıq. Onda necə edəcəyik? Gəlin baxaq. V burada deyir 4də 1 üçün. Məsələn, belə yazın. 4də 1 üçün bərabərdir. Onda S'imiz 4də 1 olacaq. Yazacaq 2AS bölünsün 4. Yəni, sanki bu S 4də 1'dir. O cür düşünün. Yerinə yazdım. Kök altında 2AS bizə verilib 280. Aşağıda da kök altında 4 qalır. 4'dən də kökdən çıxanda 2 eləyir. O da eləyəcək 140 metr böl saniyə. Cavab olacaq C variantı. Sonra növbəti 139. Aha, burada 139 və 140 bir-birinə bənzəyir. Ona görə də hər ikisinə baxarıq ki, tam aydın şəkildə başa düşə bilək. 139'a deyir ki, X oxu üzrə hərəkət var və yol yer dəyişmə moduluna bərabərdir. Yəni, demək istəyir ki, yaxınlaşdıraq. Yəni, demək istəyir ki, L bərabərdir S. Hansı halda olacaq? Biz bilirik ki, əgər X oxunu qrafik kəsirsə, bu zaman müəyyən, məsəl üçün, baxın, birinci və ikincidə. Əgər X oxunu kəsirsə, bu zaman qrafik müəyyən qədər istiqamətini dəyişir. Yəni, istiqamət dəyişir. Əgər qrafik istiqamətini dəyişirsə, buradan yaza bilərik. Əgər istiqamət dəyişirsə, bu zaman yol yer dəyişmədən böyük olacaq. Əgər istiqamət dəyişirsə, bəs hansı hallarda istiqamət dəyişir? Onu da burada qeyd edirik. X oxunu kəsirsə. Deməli, qrafikimiz X oxunu kəsirsə, bu zaman istiqamət dəyişdi. Və istiqamət dəyişdirsə, onun yolu yer dəyişmədən böyük olacaq. Ona görə də baxırıq ki, bizə nə deyir? Deyir, bir-birinə bərabər olar. Baxırıq 1-də və 2-də istiqamət dəyişilib. Niyə görə? Çünki X oxunu
Baxın, burada kəsib. Yəni T. X oxu bizdə burada T-dir. T oxunu kəsib. Ona görə də bu ikisində L böyükdür S olacaq. Bu ikisi olmayacaq. Amma X oxunun yuxarısındadır 3-də. Bu da X oxunun aşağısındadır və X oxunu kəsmədiyinə görə bunların ikisində L bərabər olacaq S-ə. Yəni 3 və 4. Cavab olur A variantı. Gəlin indi 140-a baxaq. 140-da isə deyir ki, yol yer dəyişmə modulundan böyükdür. Yəni L böyükdür S. Biz də bunu hansı halda verdik? Hansı şərt ödənilərsə, X oxunu kəsərsə, yəni istiqamətini dəyişərsə. Onda da deməli hansılar götürürük? Hansılar kəsib? 1 kəsib, bir də 2 kəsib. Ona görə də cavab olur D variantı. Növbəti 141. Baxırıq 141-ə. X oxu üzrə bərabər təcilli hərəkət edən cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılı qrafiki verilib. Hansı ifadələr doğrudur? Baxırıq ki, gəlin biz bunu elə buradaca yazacağım. V-nin T-dən asılı qrafikinə keçirdək öncə. Ki, bizə baxmaq daha asan olsun. 0 nöqtəsindən cisim atılıb və 2 saniyədə maksimum olub sürəti, yəni V maksimum olarsa o zaman nə deməkdir? 0-a bərabər olur. Ondan sonra yenidən hərəkət davam edir. 4 saniyəyə qədər də davam edəcək. Onda hərəkətimiz necə olur? Bu şəkildə. Bu nöqtədə sürəti sıfırlanır. Aha. 2 saniyədə, burada da 4 saniyədə olacaq. V0-da başlayır. Bu nöqtəsi də mənfi V0 götürək. Məsəl üçün. Hə. İndi deyir ki, T bərabərdir 2 saniyə müddətində cismin yer dəyişməsi 0-a bərabərdir. Sizcə bu nöqtədə 0-a bərabərdir? Xeyr. Biz necə demişdik? Biz demişdik ki, əgər başladığı nöqtəyə cisim yenidən geri gələrsə, yəni başladığı nöqtəyə son nöqtəsi bir-birinin üstünə düşərsə, bu zaman yer dəyişmə 0-a bərabərdir. Ona görə 1 olmayacaq. 4 saniyə üçün baxsaq, bəli, başladığı nöqtəyə, yəni bir cismi aşağıdan yuxarı atsanız, yenidən aşağı qaydırsa, getdiyi məsafə ilə qayıtdığı məsafə üst-üstə düşürsə, bu zaman onun yer dəyişməsi 0-a bərabərdir. Ona görə 2 doğrudur. T bərabərdir 2 saniyə müddətində cismin getdiyi yol yer dəyişməsi moduluna bərabərdir. Baxırıq bura. Biz bayaqları yuxarıda qeyd eləmişdik. Hansı halda yol yer dəyişməyə bərabər idi? Əgər istiqamət dəyişmirsə, o zaman yol yer dəyişməyə bərabərdir. Burada 1-2 saniyə üçün verilib, bir də 4 saniyə üçün. Baxın, 4 saniyədə artıq X oxunu kəsmiş olur. Ona görə də orada yerdə istiqamət dəyişmiş olur və yol yer dəyişmədən böyük olur. Yəni, L bərabərdir. L böyükdür S-dən olacaq. Amma 4 saniyə üçün. 2 saniyədə baxırıq ki, hərəkət gəlir, 2 saniyədə də dayanır. Yəni, kəsib keçmir. Ona görə də burada L bərabərdir S olur. Yəni, 3. Cavab olur 2 və 3 doğrudur. Yəni, A variantı. 142. 2 dənə bizə qrafik verilib və qrafikdə deyilir ki, cisimlər arasındakı məsafəni tapın. Biz gəlin hər 3 hal üçün baxaq. Birinci 0-dan T0-a baxaq. Sonra T0-da nə baş verir? Ona baxaq. Bir də T0-dan sonrasına baxaq. T0-dan sonrasına baxaq. Deməli, burada necə olacaq? Əgər mütləq şəkildə diqqət eləməliyik ki, qrafik V-nin T-dən asılılığıdırsa, bu zaman 2 qrafik verilib və 2 qrafik arasında məsafələrin artıb azalmağından danışacağıq. 0, T0-da onlar bir-birlərinə yaxınlaşırlar deyə kəsişənə qədər, hansı ki kəsişmə anı var, məsələn T0-da kəsişiblər. Həmin o ana qədər onlar arasındakı məsafə artır. T0 anında maksimum olur onlar arasındakı məsafə. Onlar həmin nöqtədə kəsişirlər və onlar arasındakı məsafə maksimum olur. Yenə də qeyd edirəm, bu S-in T-dən asılılığı yox, V-nin T-dən asılılığına aiddir.
T0-dan sonra isə onlar arasındakı məsafə azalır. Bizdə isə indi nə soruşur? Baxaq, cisimlər arasındakı məsafə deyir A-da T0 anına qədər əvvəlcə azalır, sonra artır. Xeyr, biz dedik ki, onlar kəsişənə qədər aralarında məsafə artacaq. B variantı deyir dəyişmir, səhvdir. Üçüncü, C-də deyir T0 anına qədər azalır. Xeyr, T0 anına qədər artır. Bəli. Y variantında isə deyir T0 anına qədər əvvəlcə artır, sonra dəyişmir. Xeyr, dəyişmir, düz deyil. Ondan sonra azalır. Ona görə doğru cavabımız olur D variantı. 143. 143-də deyir X oxu üzrə hərəkət verilib və X oxu üzrə hərəkətdə hansı qrafik, yəni 3 dənə 1, 2, 3 qrafiki verilib. Deyir T0 anında, yəni T bərabərdir 0 olanda sürət 0 ola bilməz. Bizdən bunu soruşur. Biz bilirik ki, gəlin indi birinci qrafikləri oxuyaq. Qrafikləri yazım ondan sonra. Birinci qrafikimiz necə qrafikdir? Birinci qrafikimizə baxırıq ki, bərabər yavaşayandır. İkinci qrafikimiz necədir? Bərabər sürətlidir. Üçüncü qrafikimiz isə necədir? Bərabər yeyinləşəndir. Yaxşı, 3 dənə bizə qrafik verilib və bu qrafiklərə əsasən hansında sürət 0 ola bilməz, onu soruşur. Biz bilirik ki, əgər hərəkət 0 anından, çünki T bərabərdir 0 anından, hərəkət başlayır və bu deməkdir ki, onun başlanğıc sürəti 0 olmalıdır. Amma deyir ki, 0 olmasın. Biz qeyd eləmişdik qaydamızda ki, hansı halda əgər 0 nöqtəsindən hərəkət başlayırsa, mütləq V bərabərdir 0 anından hərəkət başlayarsa, mütləq bərabər yeyinləşən hərəkətə başlayır. Yəni V bərabərdir 0 olarsa, hərəkət mütləq bərabər yeyinləşəndir. Amma deyir ki, bizə V0 0 olmasın. Demək ki, bərabər yeyinləşəndən başqa nə olsa götürə bilərik. Ona görə də birinci və ikinci hərəkəti götürə bilirik. Həm bərabər yavaşayan, həm də bərabər yeyinləşəni uyğun gəlir. 144. Koordinatın bu zaman isə deyir ki, T bərabərdir 0 anında, yəni başlanğıcda. Bunu silim buradan. T bərabərdir 0 anında Vx sürəti 0-a bərabər ola bilər. Və 0 bərabərdir başlanğıcdan başlayıb deyir 0 olsun. Biz də dedik ki, başlanğıc anda V0 nə vaxt 0 olur? Bərabər yeyinləşən hərəkətdə, yəni 3-cü qrafik, cavab D variantı. 145. Buranı təmizləyək. Aha, 145-də nə deyir? Bizə deyir ki, T anında sürət belədir. T anında sürət budur. Təcil və başlanğıc sürəti tapın. Qəbula düşə bilən testlər sırasındadır. Yəni, bu tiplər qəbula düşür, hətta bir ildə düşüb. Ona görə bunları daha diqqətli baxmalıyıq. Birinci, gəlin biz bunun ayrıca bir qrafikini quraq. V-nin T-dən asılı qrafikini rahatlıqla qura bilirik. V-nin T-dən. Burada nə deyir? Deyir ki, başlanğıc bir dəqiqə anından hərəkətə başlayır. Biraz buradan çəkim. Başlanğıcın 0 olduğunu bizə verməyib. Ona görə qeyd eləməyik. Sadəcə deyir ki, 2 saniyədə sürəti 10-dur. 4 saniyədə sürəti 16-dır. Aha, qeyd elədim. Və deyir ki, başlanğıc sürəti, çünki biz başlanğıc sürəti tapmalıyıq buranı, bir də A-nı tapmalıyıq. A bərabərdir sual. Və biz deyir ki, A-nı tapın, həmçinin də V0-ı tapın. Necə tapacağıq A-nı? Çox rahatlıqla. A-mız nəyə bərabər idi? Delta V bölünsün delta T-yə. Gəlin indi yazaq. Delta V nəyə bərabər idi? 16 çıx 10. Delta T'miz 4 çıx 2. Biz təcili tapa bilirik. Bəli, 6 bölünsün 2 bərabərdir 3 metr böl saniyə kvadratı. Yaxşı, biz təcili tapdıq. İndi başlanğıc sürəti
Məsəl üçün 10 üçün hesablasaq. Biz indi axı başlanğıc sürəti tapmalıyıq. 10 qrafik. Siz istəsəz 10-a 2 uyğun götürə bilərsiniz. 16-ya da 4 qrafikini hesablaya bilərsiniz. Mən isə 10-a 2 qrafikindən də buranı hesablayacağam, bu hissəni. Bilirik ki, V-nin, məsəl üçün birinci hissə üçün V0 üstə gəlinsin. Bu tərəfdən yazım daha yaxşı olar. Belə. Aha. Yazıram ki, V1 üçün V0 üstə gəl, AT-yə bərabərdir. V1-imiz neçədir? 10. V0-ımızı axtarırıq. A-nı tapdıq. 3 vurulsun. T-miz də neçədir? 10-a uyğun olan 2-dir. V0-ımız nəyə bərabərdir? 10 çıxılsın 6, o da bərabərdir. 4 metr böl saniyə. Deməli, V0-ımızı tapdıq. 4-dür. Baxırıq. Bu deyil, bu deyil, bu deyil, bu deyil. A-mız da 3-dür. Bəli. Cavab olur B variantı. Növbəti 147. Aha. Bizə X-in T-dən asılıq qrafiki verilib və A-nın T-yə uyğun olaraq köçürməyi soruşur. Deyir ki, hansı qrafik uyğun gəlir? Baxırıq hərəkət növlərinə. Birinci hərəkətimiz necədir? Birinci bərabər sürətlidir. İkinci hərəkətimiz isə bərabər yeyinləşəndir. İndi birinci A-nın T-dən asılıq qrafikini gəlin ona uyğun quraq. Yavaş-yavaş. A-nın T-dən asılığı. Birinci əgər bərabər sürətli hərəkətdirsə, onda onun sürəti nə olacaq? İkinci saniyəyə qədər onun sürəti 0 olacaq. Burası aydındır. Çünki hərəkət bərabər sürətlidir. Onda A deyil, B deyil, D deyil. Ya C-dir, ya da Y-dir. Biz A-nın indi qiymətini hesablamalıyıq. Düz xətli bərabər sürətli hərəkətdirsə, birinci qrafikdən görünür ki, onda biz V0-ı tapa bildik. Bəli, adi qrafikdir. X bölünsün T. X-ımız 4-dür, T-miz 2-dir. Onda biz tapdıq ki, V0 bərabərdir 2-yə. Gəlin baxaq. Bu qrafikdən danışıram indi. İkinci qrafik, hansı ki, bərabər yeyinləşəndir. SX-ı təyin eləyə bilirəm. SX nəyə bərabər idi? X çıxılsın, X 0. X-ımız 12 çıxılsın, 4. Bərabərdir 8 metr. SX-i tapdım. T-ni də. T neçədir? Əgər 2 nöqtəsindən hərəkət başlayıb, 2 yəni saniyəsindən başlayıb 4 saniyəyə qədər davam eləyirsə, həmin o müddət nə qədərdir? 2 saniyədir. V0-ı da tapmışam onsuz da 2 metr böl saniyə. S var, T var, V0 var. Bizim standart A-nı tapmaq üçün olan düsturumuz hansı idi? S bərabərdir. V0 T üstə gəlsin. A, T kvadrat böl 2. Yaxşı, gətirin yerinə qoyaq. S-imiz neçədir? 8. V0-ımız 2 vurulsun. T-miz 2 bərabərdir. A öz yerində. Daha doğrusu bərabərdir qoymalıyam. Bərabər qoymamalıyım. Üstə gəlsin. A-mız qalır. Çünki axtarıq. T-miz neçədir? 2 kvadratı eləyəcək. 4 bölünsün 2. Buradan da tapırıq ki, 8 bərabərdir. 4 üstə gəlsin 2A-ya. Hardan yazım? Buradan yazım. 8 bərabərdir. 4 üstə gəlsin 2A-ya. A da bərabərdir. Yaxşı, 2A yazıram. 2A bərabərdir 4. A da bərabərdir 2-yə. Biz A-nı tapdıq neçə? 2. Gəlin indi qrafikdə baxaq. Deməli, burada da 4 saniyədir. Əgər A-mız 2-dirsə, qrafikimiz buradan yuxarı qalxacaq və bu şəkildə olacaq. Yəni, cavab olur Y variantı. Aydın oldu. Növbəti 161. Baxırıq 161-də. Deyir ki, X oxu üzrə hərəkət edən cismin proyeksiyasının zamanın asılılığı verilir və bizə deyir ki, bərabər yeyinləşən hərəkətin müddətində getdiyi yolun uzunluğunu metrlə ifadə edin. Baxın, burada diqqət eləməlisiniz ki, bərabər yeyinləşəni ancaq soruşur sizdən. Hansında bərabər yeyinləşəndir? Bu bərabər yeyinləşən hərəkətdir. Bu düz xətli bərabər sürətli hərəkətdir. Bu isə bərabər yavaşlayan hərəkətdir. Onda bizdən ancaq bərabər yeyinləşən soruşursa, mütləq ilk öncə altından xətt çəkirik. Bərabər yeyinləşən bu qrafikdir. Bundan danışırıq biz. Onda
Əgər bizdən ancaq onun getdiyi yolu soruşursa, deməli biz bu hissənin fiqurunu tapsaq, S fiqur. Fiqurun sahəsini tapsaq, biz getdiyi yolu tapmış olacağıq. Onda orada nədir? Düzbucaqlı üçbucaqdır. Necə hesablanır? S, daha doğrusu üzr istəyirəm, düzbucaqlı trapesiyadır. Onda necə yazırıq? S fiqur bərabərdir. S fiqurda necə idi? Yəni trapesiyanın, düzbucaqlı trapesiyanın sahəsi A üstəgəlsin B, yəni yuxarı və aşağı oturacaqlar. Bölünsün 2, vurulsun hündürlük. Biz də baxırıq. Yuxarı oturacağımız 2, üstə gəlinsin, aşağı oturacaq 10, bölünsün 2, vurulsun hündürlük 3, bərabərdir 12, bölünsün 2, vurulsun 6, daha doğrusu 3, 6 vurulsun 3 bərabərdir 18 metr. Cavabımız olacaq 18 metr. Amma ola bilər ki, sizə desin ki, 7 saniyə müddətində, yəni hər 3 hərəkəti nəzərə alaraq onun yolun daha doğrusu getdiyi yolun uzunluğunu tapın. Bu zaman siz yalnız bərabər yeyinləşəni yox, hamısını ayrı-ayrılıqda götürəcəksiniz. Məsələn, düzxətli bərabər sürətlidə necədir? Düzbucaqlıdır. Digərində necədir? O da həmçinin trapesiyadır, düzbucaqlı trapesiyadır. Onların üçündə toplayacaqsınız, ümumi getdiyi yolu tapmış olacaqsınız. Yəni əsas bunlara diqqət eləməliyik ki, həmin o sahəni tapa bilək. Ayrı-ayrılıqda hamısını, üçünü də ayrı-ayrılıqda tapa bilərsiniz. Əsas diqqətli olmalı olduğumuz həmin o qrafikdə rəqəmləri düzgün yerinə qoymaqdır. Məsəl üçün, hardan başlayırsınız? Əgər bərabər sürətlini tapsaz, buradan başladığını, 3 saniyədən başladığını, 6 çıxılsın 3, onun ümumi oturacağının, yəni ki, bir tərəfinin uzunluğu olduğunu, onların hamısını düzgün yerinə qoymağı bilməliyik. Növbəti 162-yə baxırıq. Soxu üzrə hərəkət edən iki maddi nöqtənin sürətlərinin proyeksiyasının zamananaslıq qrafiki verilib və deyir ki, T bərabərdir 10 saniyə sonra maddi nöqtələr görüşürlər və bizdən soruşur ki, müşahidəyə başlayan anda onların arasındakı məsafəni hesablayın. Yəni XA çıxılsın XB nəyə bərabərdir? Baxırıq ki, bəli, bunlar bu nöqtədə görüşüblər və yenidən onlar arasında məsafə artıb. Biz demişdik axı, V-nin T-dən asılılıq qrafikində görüşən zaman onlar arasında məsafə maksimum olur. Ondan sonra isə onlar arasında məsafə azalmağa doğru gedir. Yaxşı, biz burada ayrı-ayrılıqda S-lərinin, çünki qrafikimiz V-nin T-dən asılıdır. Biz orada qrafiklərimizə əsasən S fiqurları tapa bilirik. Bəli, birinci perpendikulyar endiririk və birinci üçün sahəni tapa bilirik. Baxın, bu S1 fiqurdur. İkinci üçün buradan perpendikulyar endirirəm. Bu da ikinci üçündür. Bunu da belə işarələyəcəm. Bu da S2 fiqurdur. Baxsaz görə bilərsiniz ki, birinci düzbucaqlı üçbucaqdır, ikinci isə düzbucaqlı trapesiyadır. Çünki başında biraz aşağıya doğru, X oxuna doğru endirdim. Yaxşı, S1-i tapsaq, S1 fiqur nəyə bərabərdir? Düzbucaqlı üçbucaq A vurulsun B bölünsün 2-dir. Yəni 16 vurulsun 10 bölünsün 2. 2 ilə 16 ixtisara gedəcək. 8 vur 10 eləyir 80 metr. S2-miz S2 fiqur isə düzbucaqlı trapesiyadır deyə A 16 üstə gəlinsin B, bu hissəmiz 4-dür. Bölünsün 2, vurulsun hündürlük 10. 10 ilə 2 ixtisara gedir 5. 5-i də 20-yə vuranda eləyir 100 metr. Ən asan üsul olaraq buradan deyə bilərik ki, məsəl üçün bizdən nəyi soruşur? Onlar arasındakı məsafə nə qədərdir? Müşahidəyə başlayan andan. Müşahidəyə başlayan andan görüşənə qədər onlar müəyyən bir
X nöqtəsində hər hansı bir nöqtədə görüşürlərsə, ikisi də 80 metr gəlib, ondan sonra biri 100 metrdir, biri digəridir. Demək ki, müəyyən bir nöqtədə görüşürlər. Onlar arasında məsafə 20 metrdir. Yəni 20 metr onlar arasında məsafə var ki, biri 80, biri 100 ilə gəldiyi halda müəyyən bir nöqtədə görüşürlər. Aydın oldu? Yəni bu şəkildə də göstərin. Məsəl üçün A nöqtəsində onlar görüşsələr, bir cisim, məsələn, ikinci cisim buradan başlayır, birinci cisimsə buradan başlasın. İkisi də A nöqtəsinə gəlir. Birinci cisim 80 metr gəlir. İkinci cisim isə 100 metr gəlir. Demək ki, biri, məsəl üçün, uzaq bir məsafədən başlayıb, buraya yazım C nöqtəsi, məsələn, C nöqtəsindən başlayıb, biri isə D nöqtəsindən başlayıb. C-dən D-yə qədər olan məsafəni tapırıq ki, biz 20 metrdir. Yəni, onlar arasındakı məsafə 20 metrdir. 163. Deyir ki, X oxu üzrə hərəkət edən iki matil nöqtənin sürətlərinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Və deyir ki, T bərabərdir 10 saniyə sonra onlar görüşürlər. Bunu qələmdə. Aha. T bərabərdir 10 saniyə sonra onlar görüşməyə o deməkdir ki, biz onlar arasındakı məsafəni müşahidəyə başlayandan 10 saniyə sonra da onlar arasındakı məsafəni tapmalıyıq. Baxırıq ki, biri X oxu istiqamətində hərəkət edir, çünki X oxundan aşağı, biri isə X oxundan yuxarıdır. Və əks istiqamətdə hərəkət olduğunu aydın görə bilirik. Baxın, bu bir nöqtəsi olsa, bu da iki nöqtəsi. İki nöqtəsi olsa, biri bu tərəfə doğru gedir, biri bu tərəfə doğru gedir. Çünki qrafik bizə onu deyir ki, biri X oxu istiqamətində hərəkət edir, biri isə X oxunun əksi istiqamətindədir. Və onlar müəyyən bir nöqtədə 10 saniyə müddətində görüşürlər. Onlar görüşdülər. Onlar arasında məsafələr, birində S1 məsafə qət eləyib gələcək, biri isə S2 məsafə qət eləyib gələcək və onlar A nöqtəsində görüşəcəklər. Bizdən isə onlar arasında məsafəni soruşur. Biz S1 ilə S2-ni tapsaq, onları toplasaq, onların görüş məsafəsini, yəni görüşən zaman müşahidəyə başlayan andan onlar arasındakı məsafəni tapmış oluruq. Baxırıq ki, V-nin T-dən asılılıq qrafikində biz S-i tapmaq üçün sahələri tapa bilirik. Əgər bu qrafiki sahəsini tapsaq, həmçinin də bunun sahəsini tapsaq, onda biz həmin o istədiyimiz cavabı ala bilirik, bəli. Amma bunları ayrı-ayrı eləməkdənsə, ümumilikdə baxsaq görürük ki, bunun hamısı perpendikulyar, həm birdən aşağı perpendikulyar, həm də ikidən yuxarı perpendikulyar qaldırsaq, ümumilikdə bu böyük olan fiqur bizə trapesiyanı verir. Biz də trapesiyanın sahəsini rahatlıqla tapıb cavabımızı ala bilərik. Ümumilikdə sahəsini tapmaq istəsək, buraya yazaq S fiqur. Trapesiyanın sahəsini tapmaq istəsək necə idi? S fiqur bərabər idi. 16 üstə gəlinsin 10 götürəcəm. Nəyə görə? Biz yolu hesablayırıqsa, məsafəni hesablayırıqsa mənfi nəzərə alınmır. Yalnız müsbət olaraq götürəcəyik. Ona görə 16 üstə gəl 10 eləyir 26. Üstə gəlinsin 4, burası 4, burası da 3. 4, 3, yəni 7 bölünsün 2, vurulsun hündürlüyümüz də neçədir? Yəni saniyə 10 bərabərdir. 2 ilə də 10 ixtisara gedəcək, eləyəcək 5, 26 üstə gəlinsin 7, 33, vur 5 eləyir 165 metr. Cavabımız eləyəcək 165. Növbəti 164-dən danışacağıq. Növbəti 164-ə baxırıq. Deyir V0 bərabərdir 2 metr böl saniyə. Və X oxu üzrə hərəkət edən cismin təcrin, yəni A-nın T-dən asılılığı verir. Bizə deyir ki, ilk 3 saniyə müddətində getdiyi yolu tapın. Metrlə də ifadə edin. Baxırıq, V0 verib 2, A1-imiz neçədir? 2, T-miz də neçə gəlir ona uyğun qrafikdə? Əgər 2-dirsə, uyğun olaraq 1-dir. 1 saniyə.
metr bölü saniyə kvadrat. Aha. V var, A var, T var. Biz S-i tapa bilirik, bəli. Ayrı-ayrılıqda S-ləri tapıb toplasaq, biz ümumilikdə ilk 3 saniyə müddətində getdiyi yolu tapa bilirik. Yazıram S1 bərabərdir V0 T1 üstə gəlinsin. A1 T1 kvadrat bölünsün 2-yə bərabərdir. V0'ımız 2 vurulsun 1 üstə gəlinsin. A1'imiz 2 vurulsun 1'in kvadratı bölünsün 2. 2 ilə 2 ixtisara gedəcək, qalacaq 1. 2'ni də vuracam 1'ə. 2 üstə gəl 1 bərabərdir 3 metr. Biz S1'i tapdıq ki 3'ə bərabərdir. İndi isə ikinci qrafik üçün baxacağıq. Sadəcə diqqətli olmalı olduğumuz odur ki, bu dəfə biz V0'a götürə bilmərik. Burada 2 veririk. Biz onu V0'ı götürə bilmərik. Çünki V0'ın ikinci üçün qrafiki başqa olacaq. Biz V0 2'ni tapmaq istəsək, V0 yazsam çaşdırarsınız. Gəlin V2 yazın burada. V2 yazın. V0'ı bizə verilib, amma o başlanğıc olaraq yəni birinci saniyədə axı bu nöqtədən başlayır hərəkətə. Demək ki, 1 saniyəyə qədər o müəyyən bir sürət almışdır. Yəni bizdə verib ki, başlanğıc sürət hərəkətə başlayanda 2 metr bölü saniyədir. Amma bu o demək deyil ki, o elə 2 metr başlanğıc sürətlə gedəcək. Xeyr, o 1 saniyədən sonra onun sürətində təbii ki, dəyişikliklər əmələ gəlir. Ona görə də gəlin biz onun 1 saniyədəki sürətini tapaq. Onda necə yazacağıq? V2 bərabər V0 üstə gəl. A1 T1 o da bərabərdir V0 2 üstə gəlinsin A1 2'dir, T1 də 1'dir. 2 vurulsun 1 yazım 2 vurulsun 1 o da bərabərdir 2 üstə gəlinsin 1 bərabərdir 2 üstə gəlinsin 2 daha doğrusu bərabərdir 4. Biz tapdıq ki V2'miz 4'dür. Yəni o başlanğıc olaraq 2 yanında da beləcə 0 yazım. Başlanğıc olaraq 4 metr bölü saniyəni hərəkət edib. Yaxşı, gəlin indi A1'imizi də verib bizə. A2 daha doğrusu 4, T'miz də 2. Niyə görə 2 götürdüm? Baxın, bu qrafikdən söhbət gedir. Ona görə də T'miz 3 çıxılsın 1'dir. 2 saniyə müddətində hərəkətdən söhbət gedir. S2'ni yazırıq, bərabərdir. V02T2 üstə gəlsin A2T2 kvadrat bölünsün 2. O da bərabərdir. V02'mizi tapdıq ki 4 üst vurulsun. T2'miz 2 üstə gəlinsin. A'mız 4 vurulsun 2'nin kvadratı 4 bölünsün 2. 2 ilə 2 ixtisara getdi 8. 8 üstə gəlinsin 8 bərabərdir 16 metr. S2'ni də tapdıq 16'dır. Onda ümumi S'imiz nəyə bərabər idi? S1 üstə gəlinsin S2 o da bərabərdir 3 üstə gəl 16 bərabərdir 19 metr. Cavabımız olacaq 19. Belə baxdıqlarıma görə adətən çalışdım daha diqqətli baxım, amma yenə də 164 mənə daha fərqli gəlmişdi. Yəni bununla da bitirdi. Əgər tamamına baxsaz testin, hər hansısa bir test yaddan çıxıbsa, izah eləməmişəmsə, onun komment bölməsində qeyd eləyə bilərsiniz ki, onun da həmçinin izahını verək. Və yaxud da ki, hər hansısa bir sual və yaxud testlərin izahını istəsəniz, komment bölməsində bildirə bilərsiniz. Ətraflı şəkildə izahını çəkib paylaşa bilərik. Bugünlük bu qədər. Bu günləri biz DİM test toplusunun bərabər təcilli hərəkət üçün 2025-ci il test toplusuna daxil olan əlavə testlərə baxdıq. Hansı ki, onlar keçən il yox idilər, bu illəri kitaba əlavə olunublar. Əgər siz də bizim dərslərimizə qoşulmaq istəyirsinizsə, həm onlayn şəkildə, həmçinin də əyani şəkildə dərslərimiz tədris olunur. Əlaqə nömrəmiz qeyd olunub yuxarıda. 050 766 20 05 nömrəmizdə əlaqə saxlaya və yaxud da Instagramdan maraqlı suallarımızı qeyd edirəm burada. Nərgiz altdan xət fizika
və yaxud da Instagram səhifəmizi izləyərək maraqlı sualları izləyə bilərsiniz. Orada bizim həm maraqlı suallarımız, onların cavabları olur və yaxud da DİM test toplusundan çətin sualların izahı gəlir. Yəni hamıya uyğun olan və maraqlı olan testlərin izahları verilir. Bu günlük bu qədər. Hələlik.